Rəqsanənəm və Rəqsanənin ailəsinə, həyat yoldaşına bağlı bir açıqlama verdim. Yəni ki, açıqlamanı da təbii ki, Rəqsanənin anası Adilə xanımla danışandan sonra onun danışdıqlarına, onun söylədiyi fikirlərə istinad etdim. O dedi ki, Fazil çox yaxşı kürəkəndir. Və orada mən baxıram yorumlarda bəzi xoşa gəlməyən insanlar ifadələr yazıblar, fikirlər işlədiblər və deyirlər ki, o yaxşı kürəkən ola bilər. Bəziləri də deyir, o yaxşı kürəkən deyil, yaxşı ata deyil, uşaqlardan xəbəri yoxdur. Onun uşaqlarına Təranə Səmədovanın qızı baxır. Belə bir ifadə yazmışdılar. Mən təbii ki, yenə də Ədilə xanımla əlaqə saxladım. Ədilə xanım dedi ki, yox, məhz mənim nəvələrimə Fazil müəllim özü baxır. Demək olar ki, bütövlükdə axşam 5-dən 6-dan sonra bütövlükdə bütün saatını, vaxtını, zamanını uşaqlarına həsr edir. Yəni, lazım gələndə onları hər cür qayğıyla əhatə edir, qayğı göstərir. Və mən inanıram ki, Fazil müəllim onlara yemək də pişirir, onlara meyvə şirəsi də hazırlayır, nə bilim, salatlar da edir, lazım olanda şirniyyatlar da pişirir. Mən buna inanıram. Çünki inanıram ki, o evladlarını hamından çox istəyir. Yəni, bu söz söhbətləri etməyin, az belə xoşa gəlməyən ifadələr yazın.